Salam əleykum əziz tamaşaçılar, yenə də Topuq efirdədir. Artıq biz YouTube formatına keçmişik, amma dəyişilən heç nə yoxdur. Mən öz təxminlərimi deyirəm və siz də öz intuisiyanıza inanıb öz təxminlərinizlə mənim təxminlərimi birləşib mərc edə bilərsiniz. Əlbəttə ki, mərc etmək yaxşı bir şey deyil, amma siz də bizi kimi dəlisinizsə bunu www Topazda eləyə bilərsiniz. www Topaz ilə legalda mərci bonusla edə bilərsiniz. Yüklürsüz TFC proqramını, hər voucher aldıqda 244 751 yazıb www Pay seçirsiniz və salam. Bütün depozitlərinizə görə bonus yığılır və hər ikinci gün 0, 10, 100, 12, 34 nömrəmizə yazıb dövrəyinizə görə bonuslarınızı maaş kimi alırsınız. İndi isə keçək oyunlara. Deməli başlayaq ikinci günün oyunları bu həftə. Premier Liga oyunları var. Tottenham Newcastle oyunudur. Tottenham axırıncı oyunda Manchester-a məğlub olduqdan sonra biraz yerini titrədib, amma Newcastle United-in də gələn həftə və bu 6-cı gün vacib oyunu var və gələn həftə Çempionlar Liqasında oyun olduğuna görə məcbur olaraq müdafiə oyununu oynayacaq. Amma ki bu oyuna inamım var ki qollu oyun olacaq. Çünki həm Tottenham həm Newcastle United çalışacaq ki qol vursun. Hər iki komandanın qol vuracağını düşünürəm və yaxud 2,5 üst təxmin edirəm. Tottenham 2 dənə top vurmasa tüpürüm Tottenham'ın üzünə. Sonra deməli ikinci gün oyunlarından bizdə var Everton Bournemouth oyunu. Bournemouth axırıncı oyun fantastik niçə eləməklə Manchester'a biraz yol açdı, Aston Villa'nı büdrətdi. Bu oyun isə Everton'sa bu il konkretlə belə Zaşitadan o tərəfə çıxmır da. Konkretlə yandıran komandalar siyasındadır. Amma ki bu oyunda da ən azından mən olsam kart təxmin eləyərdim. Çünki həm Everton, həm Bournemouth biraz təhlükəli oynayan komandadır. Yolda tutdu kiməsə şillə vururlar, qapıçıya kəllə, trener oradan sörç saçır. Ona görə mən olsam bu cəmi kart sayı təxmin eləyərdim. 2-5 yaxud 3-5 üst olaraq məncə 4 dənə kart olacaq. Hətta bir qırmızı da görürəm. Bildiyiniz kimi bir qırmızı da 2 karta bərabərdir. Növbəti oyunumuz var. Növbəti oyunumuz Chelsea Leeds United-dir. Chelsea də artıq 5-likdə, 6-lıqdadır deyə istəyəcək ki, yerinə qayıtsın və yaxud xalda geri qalmasın. Leeds United nə qədər də yaxşı başlasa, o qədər də yaxşı qurtarmır. Həmişə Leeds United belə də başlayır, ortalarda gəlir, yəni də kimdənsə xal alır, kimdənsə nitsiya zat. Axıra yaxın fısı yatır. Ona görə Chelsea-nin hətta qələbə 3-5 üst təxmin edirəm ki, Chelsea qələbə məncə əyninədir. Sonra Championship-də 3 oyunumuz var. Leicester City Southampton oyunudur. Championship ən sevdiyim liqalardan biridir. Hətta o vaxt ChatGPT-yə də yazmışdım ki, ən yaxşı təxmin elədiyim liqa hansıdır? Yazmışdı ki, vaxt sən Championship-ə ancaq yaz. Ona görə Leicester Southampton oyununda Southampton'ın niyəsə qələbəsi belə qıdıqlayır adamı, amma Leicester-də belə sürpriz komandadır. Bir də görürsən gəlir 2-1 zad aparır, 90 plusda zətdə centerdən zətdən qol vururlar. Ona görə belə at-yat olaraq təxminim hər iki komandanın qol vuracağıdır. Çünki Southampton'ın qoluna çox inanıram. Leicester-də qol vuran komandadır. Oxford United Norwich City. Bəli, uşaqlıqda həmişə Oxfordda oxumaq istəyirdim. Sonra biraz böyüdüm, Oxfordda oynamaq istədim. İndi vəxşi heç nə istəmirəm. İndi istəyirəm ki, Oxford Norwich City-yə borc gəlsin. Çünki bu oyun həm Norwich bu il pis başlamayıb. Düzdür, o qədər yaxşı da başlamayıb, amma Oxfordda sürpriz komandadır. Norwich Oxford oyunu da 2,5 üst təxmin edirəm. Çünki sürpriz komandadır. Bir də gördün 3-0 ya da ki 0-3-ə qaçdı. Növbəti oyunumuz Almaniya kubokudur. Hertha Berlin Freiburg. Yenə də Freiburg mənim canım. Həmişə Freiburgu nə qədər tərifləyirəm, həmişə udzur. Amma bu dəfə Hertha Berlini tərifləyəcəm ki, Freiburg utsun. Hertha Berlin çox gözəl komandadır. Həm orada Berlin var, həm Hertha var. Amma ki, Freiburg bu gün qələbə qazanmalıdır. Daha doğrusu ikinci gün. Çünki Freiburga qələbə su kimi lazımdır. Ən azından kubokda gəlməlidir də. Yəni çünki həm liqada da bomba göstərir özünü, kubokda da özünü bomba göstərsin də. Freiburg nə olar? Xahiş edirəm. Freiburg diri qələbə təxminim var. Çünki Freiburg komandasını çox sevirəm. Serie B oyunları var İtaliyada. Bəli, ev yıxan Serie B. Heç vaxt üst görməyən Serie B. Burada bir dənə oyun var ki, oyun mənə çox cəlb edir. Redkana Montana oyunudur. Bilmirəm, Redkanaya bu oyun çox inanıram. Çünki evdə Redkana son zamanlar
qıla-qıl olsa da qələbəni uğraya bilər. Mən elə bilirəm ki, Mantavadan da bu oyun qələbə götürəcək. Ona görə Redkanaya qələbə təxminim edirəm. Redkana evdə udmasan, Mantava edəcəm. Gələn səfər gəlməsin sizə. Venesiya Modena oyunu. Bəli, Venesiya ümumiyyətlə Polşaya meylli komandadır. Prosta arada belə gic-gic nitsiyələr, x-lar eləyir. Elə bil ki, Modenada belə konkretlə sıxır ki, 0-0, 1-1. Yəni heç biri qələbəyə belə meylli komanda deyirlər də. Bu oyunu yəni ki, heç-heçə təxminini görürəm, amma bol qol da olar. Sampdoria Palermo. İki komandanın ikisi də əladır. Prosta bunlar Serie B-də Serie A-ya çıxacaq bir komandalardır. Gəliblər, düşüblər Serie B-yə. Ona görə bu iki komandanın potensialını bilərək burada hər iki komandanın qolu təxmin edirəm, amma ki Serie B olduğunu nəzərə alıb öz intuisiyavınızı, öz analizlərinizdə eləyin. Burada 100% 6 oyundan bəlkə də 4-ü 6-a qaça bilər. Virtus Entella Cesena. Bəli, həmişə iki komandanın gücü eyni olanda ən zəhləm getdiyim şeydir ki, o eyni verirlər, eyni əmsallar, eyni güc, eyni gedirlər, hər şey eynidir. Ona görə bu oyunda da heç-heçə görürəm, hətta alt heç-heçə görürəm ki, belə qolsuz da keçə bilər. 3-5-6 əyninədir. Pescara Catanzaro. Catanzaro bu Serie B-də belə də, yəni ki, mən gözləyirdim ki, bu sezon Catanzaro biraz başlayacaq nəsə şouzad göstərməyə, amma Pescara ondan yaxşıdır bu il. Yəni ən azından heç olmasa qol vurur, uduzsa da belə. Amma bu günləri Catanzaro məncə qələbəni uğurlamalıdır, çünki batır. Bunu da udanmasa Catanzaroya bir də nəsə deyənin özünüz bildiniz. Amma burada təxmini Catanzaro'nun qələbəsini görürəm. Gecənin oyunu var West Ham Manchester United. Bəli, Manchester United mənim canım. Xahiş edirəm Kərik. Elə ki o pırpız başını qırxsınlar da. Yəni belə bərbər pulu zatlar mən təşkil edə bilərəm. Amma West Ham'də elə bil son zamanlar çönüb. İlk dəfə Samirin komandasından mənim komandam üz-üzə gəlir. Çox istəyirəm ki, Manchester United onların üstündən keçsin bir 5-0, 4-0 ki, bir dənə belə post paylaşımda. Mən Kərikə inanıram və öz komandam olduğuna görə həmişə deyirəm ki, adam öz komandasına başqa təxmin edə bilmir. Manchester United qələbə 2,5 üst mənim təxminimdir. Heç nə də gəlməsə Manchester uçsunda nə olar. Çərşənbə axşamının Premier Liqa oyunlarına gedirik. Aston Villa Brighton oyunu. Bəli, Aston Villa keçən oyun xal itirdi. Biraz Manchester United-ə belə burcutdu. Amma ki bu dəfə mənə elə gəlir ki, Brightondan xalı oğurlayacaq. Çünki Manchesterdə əgər West Ham'ı utsa, Aston Villa uduzsa, xallar bərabərləşir. Aston Villa aşağı düşə bilər. Amma bunun Premier Liqa olduğunu düşünsək, belə şeylər olur. Brighton, Aston Villa'da artıq yorulub, həm Avroliqada oyunu var, həm orada, burada oyunu var, həm həftə sonu oyunu var. Ona görə ola bilər ki, Brighton hamı gözləyir ki, Aston Villa qələbə qazanacaq. İreski top Brighton bir şillə qoydu ağzının üstündən, utdu. Eyni şeydə Manchester United-ə şeydir ki, hamı gözləyir ki, baş qırxılmaq, Aston Villa'ya çatacaq. Bir də gördüm West Ham çöndü, gəldi, utdu. Ona görə Aston Villa Brighton oyununa hər iki komandanın qolu təxmin edirəm ki, no risk. Manchester City Fulham. Liverpool'la oyun çox möhtəşəm idi. Yəni son zamanlar belə Premier Liqada oyun yox idi ki, 70 Soboslar yenə ştrafdan vurdu, comeback oldu, axırıncı saniyədə Soboslar qırmızı aldı. Hər şey oldu da, yəni 3-5 olmasın deyə hər şey oldu. Fulham komandasını da çox sevirəm bu oyun. Qollu komandadır. Düzdür, Manchester'a vuranmadı, amma belə qoldu. Amma Manchester United-ə vuramayıbsa 100% Manchester City-yə vuracaq. Manchester City qələbə və hər iki komandanın qolu təxmin edirəm. Çünki Fulham'ın ya da ki qonaq komandanın bir topuna da inanıram. Crystal Palace Burnley. Crystal Palace da son zamanlar depressiyadadır. Bilmirəm indi ona da qızdan ayrılıb, yoxsa Manata yığır, Aspilmat yığır, nə edir? Konkret belə depressiya futbol oynayır. Burnley-də yəni belə də, bunlar da belə başladılar, o ancaq belə Manchester-dur. İndi gör neçənci yerdəsən, xeyir tapdın sən qırmızı şeytanları udmaqdan. Crystal Palace məncə depressiyadan qayıtmalıdır. Çünki o qədər gözəl hücumçusu var. Onu bəlkə Manchester aldı. Amma ki bu oyunda Crystal Palace-ı təmiz qələbə təxmin edirəm. Məncə də Burnley-yə də yoxdur, bəsdir də. Nottingham Forest Wolverhampton.
Başladı yenə də Wolverhampton son zamanlar axırıncı yer olsa da başlayıb sonra qol vurmağa, elə bir özünə gəlməyə başlayıb. Nottingham Forest-in də qabaqda çətin oyunları olduğuna görə elə bilirəm ki, bu oyunda bir qol buraxar. Bu oyunu da hər iki komandanın qolunu görürəm, təxmin edirəm. Məncə tap-batara olacaq. Almaniya kuboku var 23:45-də Bavariya Leipzig oyunudur. Bavariya Leipzig oyunu möhtəşəm oyundur da. Yəni ki, bunlar həmişə Leipzig time-da Bavariya bir dənə taxır. Elə gedir, gəlir, bir dənə vurur. Ona görə bu oyunda Bavariyanın qapısında qol görürəm və Almaniya kuboku olduğuna görə biraz cavanlara da Bavariya imkan verəcək. Ona görə burada hətta 4-5, 3-5 üst görürəm, amma qol üst məncə əyninədir. Gecə oyunlarından Napoli Como var. Como mənim canımdır. Napolidə Conte yenə də heç olmasa kubokda oynasın da. Həm Çempionlar Liqasında belə batırdı. İndi son oyunlarda da büdrüyür. Kubokda məncə biraz Como ilə dirəşəcək, amma Como'da hər oyun çatana belə bir dənə vurur da ən azından. Niyəsə Napoli Como oyunu 2.5 üst təxmin edirəm. Elə bilirəm ki, heç olmasa İtaliya kubokunda üst gələr. Championship oyunlarımız var. Charlton, Athletic, Stoke City. Bu da eyni səviyyəli komandalardır. Ona görə bu oyunu niyəsə heç-heçə görürəm. Çünki Stoke City-də, Charlton, Athletic-də qol vuran komandadır. Hətta 2-2, 3-3, 1-1 də ola bilər. Niyəsə mənə bu oyun heç-heçə təxminini ürəyimə yatızdırır. Gecənin oyunu var Birmingham City ilə West Bromwich. Birmingham City bu il möhtəşəmdir. Amma West Bromwich də qol vuran komanda olduğuna görə bu oyunda da hər iki komandanın qolunu təxmin edirəm, hətta üstə fikirləşirəm. Nə bilim, elə bilirəm ki, Birmingham City biraz büdrəyəcək. Hansısa time-ı məncə uça bilər. Gecənin oyunları var Sunderland Liverpool oyunu. Liverpool axır ki özünə gəlməyə başlayır. Düzdür, City-ni udmağa bir damcı qalmışdı. Vetsin də, City-nin də bəxti bilirsiniz ki, gətirir həmişə. Sunderland Liverpool oyununda Liverpoolun qələbəsini görürəm, amma ki, niyəsə birinci hissə qələbəsini görürəm. Çünki əsəbi çıxacaqlar, Szoboszlay yoxdur. Onun yerinə indi bilmirəm, Pozaşda da kim oynadacaq. Mənə elə gəlir ki, ona görə məcbur hücum oynadacaq və bu oyunu qollu oyun oxşayır. Elə bilirəm ki, Liverpoolun şəxsi 1-5 üst təxminini eləmək olar. İspaniya Kral Kubokunda Atletico Bilbao Real Sociedad oyunu var. Bilbao nəsə bu il məni konkretni açmır. Bilmirəm, Nico Williams da depressiyadadır. Ya nə bilim, nəsə bu klub hələ bir Qarabağ udandan sonra başqa komandalarla yaxşı oynayamır. Amma buna baxmayaraq Real Sociedad o Yarzabal'la hər oyun nəsə sürpriz, hər oyun nəsə ən azından qol vurur. Ona görə Real Sociedad'ın bu oyununda bir topunu, hətta 2 topunu da görürəm. Yəni 2.5 üst təxminini eləmək olar lap rahat. Belə bank olaraq Real Sociedad'ın bir topunu görürəm. İtaliya kubokunda Bologna Lazio, yenə də İtaliyada sevdiyim Bologna komandasıdır. Bologna bu il çox möhtəşəmdir. Düzdür, arada belə qatıq hərəkətlər olub, amma pis deyil. Lazio isə bu il konkretni, yəni belə fıs. Ona görə inanıram ki, kuboku Bologna növbəti turda saxlayacaq. Ona görə Bologna'nın risksiz olaraq təmiz qələbəsini təxmin edirəm. Gecənin oyunu var yenə də Brentford Arsenal oyunu. Arsenal da son oyunlar nəsə Arteta'ya qarşı fikir verirəm ki, söz-söhbət çıxır. Ona görə Arteta özünü xilas eləmək üçün Brentfordla oynamağa hazırlaşır. İnanıram ki, Arsenal Brentfordu bir dəfə darmadağın eləməlidir ki, Arteta təzədən plata qayıtsın və öz yerini ən azından qorusun. Çünki bundan sonra Arsenal nə xal itirəcəksə, dalınca canavarlar gəlir. Yəni itirdin də, bundan gözəl şans sənə heç vaxt olmayıb da. Yəni Arteta ağlı olsa bu oyun təmiz qələbə ilə yola verər. Ona görə də Arsenalı təmiz qələbə təxmin edirəm. Cümə günü FA kuboku var. Ipswich Town'la Wrexham, daha doğrusu Wrexham'la Ipswich Town oynayır. Wrexham də bu kubok oyunlarında hər oyun qol vuran komandadır, amma Ipswich Town'u mən daha çox sevirəm və inanıram ki, Ipswich Town həmin oyun, nə bilim, belə 1-2 hesabı ilə ya 3-2 hesabı ilə, yəni bir xalla da olsa, bir qolla da olsa üzr istəyirəm, Ipswich Town'u qələbə görürəm. Ya da ki, Ipswich Town'un şəxsi 1-5 üstünü
təxmin edirəm. Bəli, Hull City Chelsea. FA kubokunda yenə də Chelsea kuboklarda həmişə belə bespaşadla oynayır da, yəni fərqi yoxdur kimdir, kim deyil. 3 dənə, 4 dənə belə tappatarap qoyur da. Ona görə Hull City də bu illər başlayıb qol vurmağa, bu il öz çempionşipdə əla nəticə göstərdiyinə görə bu oyunu 3-5 üst təxmin edirəm. Hətta Hull City-nin 0-5 üstünü görürəm. Kral Kubokunun gecə möhtəşəm bir derbisi var. Atletico Madrid Barcelona oyunudur. Atletico Madrid də bu il başlayıb biraz üstə yaxın oynamağa, Barcelona isə başlayıb qol buraxmağa paşti hər oyunda. Ona görə bu oyunu belə qələbəsi kim qazanacağını demək çətin olsa da hər iki komandanın qolunu görürəm. Hətta Atletico Madrid məncə oğurlaya bilər Barcelonadan qələbəni. Borussia Dortmund Mainz oyunu. Mainzdən çox bərk incimişəm. Mainz konkretdə mənim bütün ümidlərimi öldürüb. Yəni kalbim kırıldı da Mainzə qarşı. Ona görə amma bir qoluna inanıram da. Həmişə mən Mainzdan bir qol istəmişəm də. Amma Borussia Dortmund Bundesliga-da inanmıram bu oyunu versin. Ona görə Borussia Dortmund qələbə qol görürəm. Serie A-da oyunumuz var. Pizza Milan oyunudur. Pizza çox da adını çəkə bilmirəm. Adam acmağa gəlir. Amma Milan bu il canımdır da mənim. Yəni xoşum gəlir Milan oyunlarından, ən azından dirəşir də bu. Əvvəlki Milanı görmək ümidi ilə düzdür, amma indi pis deyil. İnanmıram ki, Pizzaya xal verər Milan. Bir də gördün heç-heçəyə qaçdı, amma inanmıram ki, Milan qaçırsın. Milana da təmiz qələbə təxminini görürəm. Fransa liqası var. Rennes PSG. PSG də bu illəri belə gördüyünüz kimi qəmgin depressiyadadır Luis Enrique, amma Rennes də Davudsa nə oldu PSG. Ona görə PSG-nin zədədən də oyunçuları qayıtdığına görə PSG-nin qələbə və üst təxminini edirəm. İnanıram ki, PSG bu dəfə bizi yarı yolda qoymayacaq. Türkiyə Süper Liqası var. Bəli, sevdiyimiz Türkiyə Süper Liqası. O həmişə bu şot yazanlar arasında deyirlər ki, qardaş, Türkiyə ilə İtaliyaya şot yazmaq olmaz. Amma belə təxmin eləmək olar. Antalya Spor, Samsun Spor oyunu var. Samsun Spor bu il mənim canımdır Türkiyədə. Qəşəng gedir. Ən azından qardaş qələbələrini qazanır. Ən azından getdi, yarımçıq da olsa konferansiyada oynadı. Yəni Samsun Spor əla, bomba. Antalya Sporla Samsun Spor oyununa Samsun Sporun qələbəsini təxmin edirəm. Galatasaray Eyüp Spor oyunu. Galatasaray elə bir favorit verib ki, adam bura heç bir təxmin eləyə bilmir. Gah time'da 4 dənə vurur, gah time'da 0-0 oynayır. Galatasaray da tutmaq olmur. Burada da elə ən yaxşı variant künc zərbələrdir. Galatasarayın şəxsi 6.5 üst künc zərbəsini görürəm bu oyunda da. Niderlandda maraqlı bir oyun var. Volendam PSV oyunu. Burada da PSV-ni favorit versə də Volendam yəni elə belə oğlan deyil, yəni dərinə getmək lazım deyil. Ona görə PSV-nin qapısından ən azı bir top keçirəcəyinə inanıram və Volendamın bir topu SK05 təxminini edirəm. Halbuki PSV-nin qələbəsi də məncə gələcək. Sevdiyim şənbə günləri FA Kuboku var. Premier Lig olmasa da FA Kuboku var. Barton Albion West Ham. Barton Albion komandasını yəni 4 dəfə elə ancaq belə Topazda, VB Topazda falan görmüşəm. Heç vaxt oyununa baxmamışam. Bu dəfə istəyirəm West Ham'dan oyununa baxım görüm burada kimdir vəbşə. Bunlar kimdirlər? Həmişə də özdə FA kuboklarında stadion elə bir bu məktəbin arxasında zət oynayırlar. Amma West Ham'in başqa variantı yoxdur. Çünki Premier Liqadan xilas olmaq kimi ancaq gərək FA kubokunu heç olmasa qazansın ki, nəsə nailiyyət olsun. Ona görə mənə elə gəlir ki, West Ham Barton Albion komandasına bir 3 dənə qol vuracaq. Manchester City, Salford City. 2 dənə City. Yenə də bu favorit komandalara adam bilmir nə təxminlər versin. Ona görə bu təxmindən yan keçmək istəyirəm. Burnley, Mansfield Town. Bəli, Mansfield Town tanıyırıq. Bilirik ki, üstə qaçan komandadır. Ona görə ən azından bu oyunu da qol üst təxminimi eləyə bilərəm. Yenə də gəldi bu Southampton Leicester oyunu. Bunlar elə konkret deyəsən bölüşüb bir-birinlə oynayırlar. Burada da
pis necədir? Gərək o birinci oyunun nəticəsinə baxasan ki, görək bunlar arasında necə oynayırlar. Yenə də Southamptonu burada qələbə görürəm. Ən azından hər iki komandanın qolu. Hər iki oyundan birində 100% Southampton udacaq da belə bir təxmin edə bilərəm. Ola bilər ikisini də utdu, bilmək olmaz. Norwich City, West Bromwich Albion. Dumanlı Albion oradan gəlib də. Norwich City canımdır. Amma West Bromwich də o vaxt Premier Liqadan zaten sevirdim o komandanı. Niyə bu düşüb 2-ci liqaya? Tezliklə istəyirəm qayıtsın West Ham'in yerinə. Norwich City və West Bromwich oyunu heç-heçə görürəm. Çünki hər iki komanda qollu komandadır. Amma nəsə burada qələbəyə oxşamır da. Yəni mən elə bilirəm ki 1-1, bəlkə də 0-0 olacaq. Port Vale Bristol City oyunu. Bristol City'ni çox sevirəm. Bristol City doğrudan da mənim aşkımdır. Sən deyir ki, onun aşkısan. Həmən o Bristol City'dir ki, mən bu FA kuboklarında, Championship'də xoşum gəlir. Amma Port Vale-da həmişə o 90-a yaxın bir dənə qol vurub komanda kimi otururlar, izlaşlar o komandalardan da. Ona görə hər iki komandaya qol görürəm. İnanmıram ki, Bristol City bu oyunu asanlıqla utsun, amma çətinlik də olsa elə bilirəm ki, udacaq. Aston Villa Newcastle oyunu. Bəli, 21:45-dədir bu oyun. Aston Villa da hiss eləyir ki, Premier Liqada vəziyyəti biraz çətinləşir. İstəyir ki, həm orada, həm burada və həm də o biri yanlarda nəsə eləsin. Elə bilirəm ki, Aston Villa Newcastle-dan bir xal qopardacaq. Xal qopardacaq deyəndə daha doğrusu FA kubok olduğundan kənarlaşdıracaq. Çünki Newcastle sırf özünü Çempionlar Liqasına həsr edib. Aston Villa'nın qələbəsinə təxmin edirəm. La Liga oyunlarımız var. Gecənin oyunu var idi, Elche Osasuna oyunu. Osasuna bu il çox yaxşıdır, amma Elche də o şeydir. Elche çox ləzzət edir mənə. Amma bu oyunda alta çox oxşuyur da, yəni otur belə darıxdırıcı oyundur. Elə bilirəm ki, bu oyunda 2-5-6 təxminini eləmək istəyirəm. Espanyol Celta oyunu var. Celta da bu il xoşuma gəlir həm konferens oyunlarında, həm belə lig oyunlarında. Eyni şeydə Espanyola aid edirəm və bu oyunu hər iki komanda qol təxmin edirəm. Çünki inanıram ki, hər iki komanda bir-birinin qapısına yol tapacaq. Yol tapmasa da veyzi vurub gələcəklər. Getafe Villarreal oyunu var. Villarreal əla. Villarreal prosta Ajax'dan necə məni məyus elədirsə, o gündən onu bağışlaya bilmirəm. Amma inanıram ki, mənim könlümü almaq üçün Getafe'dən bu dəfə qələbəni uğurlayacaq. Çünki Villarreal'a çox inanıram. Villarreal qələbə təxminini eləyirəm. Sevilla Alaves. Bəli, Sevilla keçən oyun biabırçı kimi Mallorca idi da, deyəsən 3-1 necə uduzdu. Konkretlə mən şok oldum oyuna. Ki, sən Sevillasan, yala məzələnərsən, belə də yoxdur. Amma Sevilla'da konkretən Borşəmeyli oynayır, eynən də Alaves. Ona görə bu oyunu 2.5 üst görürəm. Məncə Sevilla bu dəfə artıq özünə, kendisinə qaydar. Almaniya Bundesliqasında oyunlarımız var. Bayer Leverkusen, Sankt Paulo. Bayer Leverkusen də son zamanlar artıq səhərlər duran kimi üzünə su vurub, özünə qayıtmağa başlayıb. Sankt Paulo da yəni elə belə oğullardan deyil. O da yəni belə ən azından bir qol vuranda. Leverkusen də bu arada qol buraxan komandadır. Başa düşmürəm, ya Zaşda da problemində Frimpong zad gedib deyən konkretlə soldan keçdin, qaldırdın, qoydundu. Ona görə Leverkusen Sankt Paulo oyununu qol görürəm. Hər iki komandanın qolunu görürəm. Belə bir təxmin edirəm. Növbəti oyunumuz Hamburg Union Berlin oyunudur. Union Berlinə çox inanıram. Məncə bu dəfə Hamburgun qabağını saxlamaq lazımdır. Bunu da həmişə belə sensasyon, Union Berlin belə sensasyon komandadır. Həmişə gəlir Hamburg, İreski çap vurdu. Məncə Union Berlin qələbə təxminini eləyirəm bu oyunda. Hoffenheim Freiburg oyunu qəribə oyundur. Çünki mənim canım olan Freiburg'a belə heç favoritin yaxınlığı yoxdur. Çünki Hoffenheim artıq neçənci oyunlardır ki, tappa-taraf qoyurlar. Həmən bu söhbətdə var ki, yəni belə komandaları həmişə belə Freiburg kimi, Union Berlin kimi komandalar saxlayır. Nəsə burada da ürəyimə damıb ki, Freiburg Hoffenheim'dan ən azı heç-heçə də olsa xal qopardacaq. Ona görə Freiburg'un yenə də bir topunu görürəm. Hoffenheim də 100%, məncə 100%'lik şey olmasa da 97% qol vuracaq. Hər iki komandanın qolu daha məntiqlidir. Eintracht Frankfurt, Bayern München, Gladbach.
Münşenqladbaqda mənim bir dənə çox yaxın tanışım qalır deyən onun haqqında çox pis danışa bilmirəm. Amma Eintracht Frankfurtda konkretən Çempionlar Liqasından da uçub bir dənə yeganə oynadığı yer bu Bundesliqadır. Bütün gücünü verir ora. İndi trener də dəyişib, biraz indi özünə gəlməyə başlayırlar. Frankfurt həmişə üst oynayan komanda olub. Çox istəyirəm ki, qayıtsınlar həmənki formlarına, həmənki güclərinə və bu üstü də qaytarsınlar. İminlə biz dediyimizə görə. Eintracht Frankfurt oyunda 2-5 üst təxminini edirəm. Werder Bremen Bavariya oyunu. Bavariya bildiyimiz kimi həmişə kimi Kane penal, oradan verdin, buradan vurdun. Prosto belə arada sensasyonla time'da qol buraxmaları olur. Werder Bremen də o komandalardandır ki, gözlənilməz dərəcədə biliriyordun, başlayan kimi 4-cü dəqiqə, 3-cü dəqiqə qol vurdu. Ona görə Werder Bremenin də qoluna inandığıma görə Bavariyanın da qələbə, hər iki komanda qol vuracaq təxminini edirəm. Stuttgart Köln oyunu. Bəli. Kölndə bir sənə də Kölnün nə istəyər? Kölnün bir topunu istəyər. Stuttgartda bu il mən dediyim kimi başlayıb yəni də özünə qayıtmağa, kendisinə qayıdıb, amma Köln keçən oyun udmadığına görə bu oyun belə əsəbi çıxacaq. Bu oyunda hər iki komandanın qolunu görürəm. Ümumiyyətlə Bundesliqanı bu 6-cı gün qollu görürəm. Hamısı 0-0 gəlir də, belə bəxtivə və Como Fiorentina oyunu var. Fiorentina'da De Gea canım qapıda, məni bağışla De Gea, amma sizə deyim ki, bu dəfə yeganə oyundur ki, elə bir Como'nun qələbəsinə inanmıram. Çünki Fiorentina iminlə belə komandalarından çox güclü oynayır da. Elə bilirəm ki, bu dəfə Fiorentina ya heç-heçə, ya da ki, qələbəsi ilə Como'nu büdrədəcək. Lazio Atalanta oyunu. Gəldik, yenə də çıxdıq Atalantaya. Atalanta o oyunlardan sonra gəldi Çempionlar Liqasında bir dənə oyun göstərdi ki, yəni bir biabırçılıqdır. Yəni mən oyuna baxdım, ürəyim sıxıldı konkretlə. Ona görə inanıram ki, daha Lazio bir də elə mənim ürəyimi sıxmayacaq. Daha doğrusu Atalanta bir də mənim elə ürəyimi sıxmayacaq. Amma Lazio'nun da bu oyun qolunu gördüyümə görə hər iki komandanın qolu təxmin eləmək istəyirəm bu oyuna. Və gecənin əla oyunu var, Inter Juventus oyunu. Konkretlə çempionluğa bir addım. Inter başlayandan bomba gedir də. Hücumu zor, pozdaşdası zor. Amma sizə deyim, Juventus da qayıdıb. Bütöv derbilərdə eminlə üstə qaçır. Napoli necə nakazat elədi. Ümumiyyətlə, İtaliya futbolunun derbiləri həmişə belə üstdə. Qol, üst. Yəni, hər iki komandanın qolu və üst təxminini eləyirəm bu oyuna. Məncə də elə olacaq. Liga 1 var. Gecə Monaco Nantes oynayır. Burada mən Monaconu konkretlə favorit görürəm. Necə ki, bütün hamı. Məncə Nantı darmadağın edəcəklər. Hətta ki, 3 top görürəm. Monaconun şəxsi 3 topunu da görürəm və qələbə üstünü də görürəm. Diri qələbəsini də təxmin edirəm. Olimpik Marseille, Strasbourg. Marseille çox əladır, amma Strasbourg'u izləyirəm. Düşmüşəm dalınca da, yəni ki, nömrəsini almamış əl çəkən deyiləm. Ona görə Strasbourg'u bəyəndiyim üçün, Strasbourg'un da qolunu gördüyüm üçün Strasbourg'un qonaq komandanın bir topunu təxmin edirəm. Gecə var Lille-Brest oyunu. Lille'dən küsmüşəm, Brestdən də küsmüşəm. Hər iki komandanı çox sevirdim, amma bu illər məni çox küstürüblər. Əgər barışmağımı istəyirlərsə, hərəsi bir top bu oyunda vurmalıdır ki, çünki hər iki komandanın qolunu təxmin edirəm bu oyunda. Qaydırıq Türkiyənin Super Liqasına. Yenə də Gənclər Birliyi Çaykur Rizespor oyunu var. Bu oyunda belə eyni komandalardır elə bir. Amma Çaykur Rizespor bu il hələ bir bu böyük komandalara o qədər diş göstərib ki, elə bilirəm ki, biraz həvəsə gəlib. Gənclər Birliyindən fərqli olaraq biraz hələ bir həvəslidirlər. Ona görə belə Çaykur Rizesporun qələbəsini hələ bir görürəm. Amma ki, Polşa, ya daha doğrusu üst çox inanmıram. 0-1, 0-2 hesabı təxmin edirəm. Alanyaspor, Konyaspor. Bax, Türkiyədə Samsundan sonra Alanyasporu da bu il çox bəyənirəm. Çünki o da küstürmür, o da belə bir sənə mujik kimi oyun oynayır. Həm böyük komandalarla, həm kiçik komandalarla. Böyük-kiçik bilmir, böyük-kiçik bilmir, çatana vurur. Konyaspor da güclü komanda olsa da bu dəfə Alanyasporun qələbəsinə inanıram və təxmin edirəm.
Mini derbimiz var. Trabzonspor Fenerbahçe oyunu. Fenerbahçe da son zamanlar elə comebacklərlə yaşayır. Time-ı buraxır, bilməm kontempunu çıxartdılar, nə edirlər. Amma Trabzonla elə oyun oynamayacağını düşünürəm. Amma ki Fenerbahçe üstə meyilli komandadır, amma gol da buraxır. Çünki müdafiədə böyük problemlər var. Yazıq Ederson. Trabzon da qolunu gördüyüm üçün hər iki komandanın qol təxmin edirəm. Amma ki Türkiyə futboludur, 0-0 da qutara bilər. Niderland var. Niderlandda Eredivisie var. Sevirəm Niderland komandasını. Ümumiyyətlə Niderlandın özünün də komandasını və çempionatını da sevirəm. Ona görə bura təxminlər eləmək istəyirəm. Düzdür, çox oyunlar var, hansı ki, onlara mən heç izləmirəm deyə, ona yalandan təxmin eləmək istəmirəm. Hansı komandaya ki, özüm baxıram, özüm analiz edirəm, o komandaların təxminlərlə bölüşmək istəyirəm. Onlardan biri Herakleslə Nakvedadır. Hər iki komandanı çox sevirəm. Hər iki komanda qolludur. Niderland çempionatında üst olduğu üçün burada hətta birinci hissənin 1-5 üst təxmin edirəm. 1-1-4 plus, nə bilim 2-1 də ola bilər. Yəni 4 plus da time-da ola bilər. Növbəti oyunumuz Excelsior Az-Alkmaardır. Az-Alkmaar komandasında mən Niderlandda çox bəyəndiyim üçün bu oyun biraz büdrəməyi də ola bilər. Hər iki komandanın qolu var, amma Az-Alkmaarın qələbəsinə inandığım üçün 2.5 üst təxmin edirəm. Birdən Excelsior həmən vaxtda Nastrenası çıxar, qol vuranmaz. Canım Ajax, gözəl Ajax, nə günlərə qalmışsan Ajax. Ajax Fortuna ilə oynayır, Sittard Fortuna. Fortuna komandası belə biraz qola meyilli deyildi, daha çox yeməyə meyillidir deyən. Ajax-da variantı yoxdur, qayıtmalıdır, təzə oyunçular çıxartmalıdır akademiyadan falan, göstərməlidir ki, biz hələ də bu çempionatda oynamağa hazırıq, biz həmənki Ajax-ıq, bizim tariximiz var. Ona görə ən azı 3 dənə top vuracağını düşünürəm. Ajax-a da qələbə 2.5 üst təxminini edirəm. FA kuboklardan gecə oyunumuz var, Liverpool-Brighton oyunudur. Liverpool yenə də dediyim kimi artıq slot qabağına məqsəd qoyub ki, mən qollasalar da belə gedə bilmərəm. Oradan da Xabi Alonso startda dayanıb. Ona görə bu il maksimum necə ki Klopp ona verdiyi komandanı bu da Xabi Alonso'ya heç olmasa normal bir yerdə verməlidir və yaxud da bir dənə kubok ən azından götürə bilər. O da ki FA kubok ola bilər. Ona görə Liverpool Brighton oyununda düzdür qol hər iki komandanın qolunu görsəm də Liverpool'un qələbəsini də təxmin edirəm. Birmingham City Leeds United. Bəli, Leeds United'in ən sevdiyi FA kubok. Yaxşı, tuşqa kimi deməyəcəm. Birmingham City'də dedim də mənim canımda, amma Leeds United bu kuboku sevdiyinə görə mən inanıram ki, Birmingham City'dən oğurlayacaq bu FA kuboku. Ona görə Leeds United'in təmiz qələbəsinə təxmin edirəm. Grimsby Town Wolverhampton komandası. Wolverhampton da yenə çempionatda vəziyyəti pis olduğuna görə onun da şansı FA kubokdur ki, heç olmasa qələbələrlə nəsə pul eləsin, birdən düşsə ikinci liqaya, orada 100% Grimsby Town'u tapıb bir də uda bilər. Ona görə bu oyunda Wolverhampton'un hətta birinci hissə qələbəsini təxmin edirəm. Stoke City Fulham. Fulham FA kuboklarında biraz qəribə oynayır. Amma Stoke City buna baxmayaraq çox əla komanda olduğuna görə məncə Fulham'a biraz təzyiq göstərəcək. Bilmirəm, Fulham ola bilər bu oyunu heç-heçə də qutarsın. Nəsə Fulham'ın qələbəsini görə bilmirəm bu sonuncu oyunlardan. Stoke City'nin şəxsi bir topunu təxmin edirəm. Mənə görə ən belə realistik o gəldi. Oxford United Sunderland oyunu çətin oyundur biraz. Çünki Sunderland gah udur 3 dənə dalbadal, gah neçə eləyir, gah belə udur. Yəni stabil belə oynamır da, udumurlar. 3 oyun utdum, 3 oyun neçə eləməliyəm, sonra 3 oyun udmalıyam. Bu komanda mənə çatmadığına görə, amma Oxford United-də qol vuracaq olan komandadır da. Bu oyunda hər iki komanda qol təxmini ola bilər, amma yenə də bu oyun nəsə gözümü su içmədim. Arsenal Wigan oyunu var. Bu oyunda da heç Arsenal o qədər favorit görülüb ki, ancaq gün zərbəsi təxmin eləmək olar. Oyun 10.5 üst gün zərbəsi görürəm, çünki Arsenal da gün zərbəsinin manyakıdır. Gecənin oyunu var, Real Madrid Real Sociedad oyunudur.
Real Madrid Arbeloa gələndən başlayıb nəsə taymlarda biraz pis oynamağa qayıdır, ikinci taymlarda özünə qayıdır. Ona görə Real Madridin ən çox vurulacaq qol ikinci taymıdır. Ona görə ikinci hissə Real Madrid qələbə təxmin eləyərdim ki, birdən birinci hissə Real Sociedad vurar. Oyarzabal, sən çox zəhləm gedirsən də. Real Oviedo Atletico Bilbao. Real Oviedo'da bilmirəm, o Barcelona ilə, Ops komandalarla oynayanda nəsə eləmək istəyir, eləyə bilmir. İndi Atletico Bilbao'nun da belə vəziyyəti pis olsa da inanmıram ki, Oviedo'dan xal ala bilməsin. Atletico Bilbao'nun şəxsi 1-5 üstünü təxmin edirəm bu oyuna. Rayo Vallecano Atletico Madrid komandası üz-üzə gələcək. Rayo Vallecano'nu da çox bəyənirəm və Atletico Madrid də Simeone olmağına baxmayaraq qollu başlayıb oyunlara. Elə düşünürəm ki, bu oyunda hər iki komandanın qolu ola bilər. Təxminim daha elə ən yaxşısı hər iki komandanın qoludur. Levante Valencia oyunu var. Valencia da sevdiyim komandalardan biridir, amma nəsə son zamanlar büdrüyür. Ona baxmayaraq Levante biraz özünə gəlməyə başlayıb. Amma nəsə bu oyunu heç-heçəyə daha çox oxşadıram. Belə 1-1 elə bir time Levante vurdu. Sonra Valencia ikinci time 1-1 belə bir ssenari nəsə bu analizlərdən çıxır. Levante Valencia oyununa heç-heçə təxmin edirəm. Gecənin oyunu var Mallorca Real Betis oyunu. Əlbəttə ki, mənim sevimli Antony'min neçə oyunda qollu olur. Niyə onu Manchester United inanmadı, saxlamadı bilmirəm. Bəlkə də məsləhət özlərində yaxşı ki, saxlamayıb. Amma Mallorca'da keçən dəfə Sevilla ilə fantastik şou göstərdiyinə görə bu oyunu 2.5 üst dəyərləndirirəm və təxminim də elə eynidir. Augsburg-Hoffenheim oyunu var. Yenə də Bundesliga oyunlarına gəlir. Augsburgu çox bəyənirəm. Augsburgda bu illər hətta Bavariyaya bir kəllə qoydu comeback-lə. Heç kim gözlənilmədən bir comeback idi. Bu oyunda da Heidenheimlə qələbə oğurlayacağına inanıram və Augsburgun 1-5 üst şəxsi topuna da inanıram. Leipzig-Wolfsburg oyunu var. Leipzig-Wolfsburg oyunu. Leipzig əlbəttə ki, hər zaman kimi mənim üçün favoritdir. Bundesliga-da xoşumgarı komandadan yetişdirir ən azından. Sonra da özü də belə satsa da pis vəziyyətdə qalmır, oyunu davam edir. Ona görə Leipzig-Wolfsburg oyununda da Leipzigin qələbə üstünü təxmin edirəm. Serie A-mız var bazar günü. Udinese-Sassuolo komandası. Udinese-də Sassuolo-da belə başlayıblar da. Yəni keçən dəfə Romanı udan Udinese indi çox biraz özünə uverinidir, amma Sassuolo da belə Udinese-dən cırışacaq. Ona görə bu oyunu hər iki komandanın qolunu görürəm. Parma-Verona. Verona deyirəm axırıncı yerlərdə olmağına baxmayaraq hər oyun başda bir top vurmağa belə yaxın olur. Ona görə mən bu Veronanı burada elə bir Parmadan oğurlayacağına inanıram eləsə. Bu oyun heç-heçəyə də çox oxşayır. Elə bilirəm ki, 1-1, 2-2 ola bilər bu oyun, hətta 0-0 da ola bilər. Heç-heçə təxmini irəli sürürəm. Cremonese-Genoa oyunu var. Vardi, Moy Vardi, Что творит Vardi. Cremonese-nin Vardiyə görə, sırf Vardiyə görə qoluna inanıram, amma Genoa da əclaf komandadır da. Ona görə bu Cremonese ilə də Genoa-nı hər iki komandasını qol-qol görürəm. Torino-Bologna. Yenə gəldik Bologna, amma Turində da Bologna ilə bir gəlir, Vetsin Turində nəsə zibilini çıxardır. Amma yenə də mən Bologna bu dəfə də inanmaq istəyirəm. Elə bilirəm ki, Turində Torinodan xal oğurlayacaq. Çünki artıq Bologna da özünə gəlir yavaş-yavaş. Bologna-nın təmiz qələbə təxminlərini edirəm. Napoli-Roma oyunu var. Roma axırıncı oyun o qədər məyus elədi ki, məni. Bu oyun heç olmasa bir qol vurmağa çalışacaq. Napoli də həmişəki kimi çempionatda it kimi oynayır da. Qırağa çıxan kimi şillələyirlər, amma çempionatda özüdür. Hər iki komandanın qolu da bu dəfə İtaliyada gözləyirəm. Fransa Liqa 1-ə baxaq. Fransa Liqa 1-də gecənin oyunu var. Paris-Lens oyunu. Paris biraz Paris Saint-Germain olmaq istəyir, hələ ola bilmir, amma buna baxmayaraq Lens biraz özünə gəlməyə başlayıb son turlarda qələbə oynamağa, biraz qol vurmağa. Bu oyunda ən böyük şanslı Lens, çünki Parisdən qopartsın o 3 xalı. Ona görə Lensi da təmiz qələbə təxmini edirəm.
Havr Toulouse oyunu var. Havr Yuvr. Gavr rus dilində Toulouse oyunu var. Bu oyunda da hər iki komandanın ümumiyyətlə qollu komanda olduğunu düşünürəm. Bundesliqada da var. Belə bir oyun bir həftə başlayırlar, Borussia tappatarab qol oynayırlar. Gələn həftə hamısı 0-0, 1-0, 2 dənə qırmızı, 6 dənə şillə, hər şey olur. Amma Toulouse oyununda hər iki komandanın qolunu görürəm və inanıram. Metz Auxerre komandası var. Bəli, bu komandalarda da belə bir sənətər heç-heçəyə belə meylli bir komandadılar da. Belə baxıram ki, çoxdan da öz alanda oyunlarında da çox heç-heçə olduğuna görə bu oyunu da heç-heçə təxmini vermək istəyirəm. Bu elə bir 0-0 daha çox oxşuyur. Lorient Angers oyunu var. Lorient çox inanıram da bu komandaya. Mən Lorient'a haça inanıram. Gəlirlər Lorient, Petra o nətər qoyurlarsa yanıb tökdürəm də. Amma bu oyun üstə çox oxşuyur. Çünki Angers də qol vuran komandadır. Amma Lorient'a çox inanıram da. Məndən olsa Lorient qələbə, amma belə üstə təxmin eləmək olar. Gəldik, çıxdıq mənim sevimli komandama. Olympique Lyon Nice oynayır. Lyonu çox bəyənirəm bu il. Demişəm səbəblərini, köhnə verişlərimə baxsaz bilərsiniz. Olympique Lyon sırf Nice'yə birinci hissə qələbə görürəm. Çünki Lyon başlayandan birinci hissələri möhtəşəm oynayır. Və Lyon hətta time oyun qələbə təxminini eləmək olar. 21:00-da İstanbul Başakşehir Beşiktaş oyunu var. Beşiktaş da belə bir Qartalımın bir qanadı yaralanıb da. Yəni son zamanlar özünə gələ bilmir. Başakşehirdə çempionski komanda indi oynadığı futboldan konkretlə ürək ağrısıdır. Ona görə bu oyunu heç təxmin eləmək istəmirəm. Yəqin ki, bəlkə Beşiktaş udar. Çoxdan da utmur. Hollandiyada Erediviziyada oyunumuz var. Gecə Groningen Utrecht oyunu var. Groningen komandası mənim favori komandalarımdan da, baxmayaraq ki, Utrecht da qollu komandadır. Amma Groningen qələbəsinə inanıram. Amma elə belə yox, 3-5 üstdən inanıram. Bəli, Niderlanddır, burada hər şey ola bilər. Amma belə riskdirsə 2-5 üst Groningen qələbəsini təxmin edirəm. Van Persie'nin Feyenoordu və Atalantaya 5 illə vuran Go Ahead X. Van Persie'nin Feyenoordu mənim ən sevdiyim futbolçu Van Persie. Ən sevdiyim komandayı təxmin eləyə bilmədiyim qədər də məşqçi olduğu klubuna da təxmin eləyə bilmirəm. Ona görə Feyenoord qələbə üst. Telstar Twente. Vaqif Cavadov yadıma düşür həmişə Twente gələndə. Amma Twente bu illər biraz keçən ilə baxanda özünə gəlməyə başlayıb. Telstar da qollu komandadır. Bu oyunu da hər iki komandanın qolunu görürəm. Heerenveen Zwolle, PEC Zwolle komandası. Heerenveen əlbəttə ki, favoritdir. Bu oyunda məncə time 1-5 üstə təxmin eləmək olar. Çünki hər iki komanda time'da vəhşi kimi oynayırlar. Time'da məncə qırğın olacaq. Birinci hissə 1-5 üst təxminini edirəm. Sparta Rotterdam Nijmegen çox möhtəşəm və belə əsl baxılası oyundur. Hər iki komanda hücum futbol oynayır, hər iki komandaya qələbə lazımdır və hər iki komanda cırışacaq. Bu oyunu da 3-5 üst dəyərləndirirəm. Məncə bu oyunda kim kimə qoydunum. Dostlar, bu əlbəttə ki, mənim sırf öz təxminlərim, öz intuisiyamdır. Mütləq ki, mənə qulaq asandan, mənə baxandan sonra özünüz də bir analiz edib birləşdirməyiniz çox vacibdir və unutmayın ki, mərc etmək olmaz və əgər siz mərc edirsinizsə və bizi kimi dəlisinizsə, onu www.topazda eləyin. Çünki www.topaz ilə legalda mərci bonusla əldə edə bilərsiniz. Yüklüyürsünüz TFC proqramını, hər voucher aldıqda 244 751 yazıb www.pay seçirsiniz və salam. Bütün depozitlərinizə görə bonus yığılır və hər ikinci gün 0, 10, 100, 12, 34 nömrənizə yazıb dövrənizə görə bonuslarınızı maaş kimi alırsınız. Topuğun bugünkü verilişi də sona bitdi. Gələn həftə görüşərik.